Ürək bulanması haqqında bugün danışmaq istəyirəm. Ürək bulanması şikayətləri endokrin səbəblərə, yəni hormonlara bağlı ola bilərmi? Bugün buna biraz aydınlıq gətirək. Bir çox hallarda ürək bulanma şikayətləri endokrin səbəblərdən biri hesab olunur. Ən çox rast gəldiyimiz endokrin xəstəliklərdən şəkərli diabet zamanı, qan şəkərlərinin yüksəlməsi, diabetik nefropatiyaların qoşulması zamanı, yəni diabet nəticəsində böyrəklərin zədələnməsi nəticəsində yaranan ürək bulanmalar, həmçinin qan şəkərlərinin ani olaraq enməsi nəticəsində yaranan, yəni hipoglikemiya zamanı yaranan ürək bulanmaları misal göstərə bilərik. Bu zaman pasiyentin neçə il diabet olması və hansı preparatların qəbul etməsi də şərtdir. Çünki bəzi dərman preparatları da pasiyentdə ürək bulanma verə bilir. İkinci xəstəliklərdən qalxan variyoz xəstəlikləri, xüsusən mədə-bağırsaq traktının dəyişilməsinə səbəb olan hipertireozlar və hipotireozlar zamanı, yəni həm zəhərli, həm tənbəl zob zamanı bu əlamət özünü göstərə bilər. Qalxanvari vəzinin funksiyasının yüksəlməsi zamanı yaranan zəhərli zob hallarında mədə-bağırsaq traktının sürəti daha da sürətlənmiş olur və bu da özünü ürək bulanma şəklində göstərə bilir. Bundan başqa ən çox ürək bulanma müşahidə olunan endokrin xəstəliklərdən böyrək üstü bəzi xəstəliklərini istər funksiyasının artması ilə Kuşin xəstəliyi, feoxromatostoma zamanı təzyiqin yüksəlməsinə bağlı olan ürək bulanmaları və əksinə Addison zamanı, yəni kortizol hormonunun çatmamazlığı nəticəsində yaranan qarın ağrıları, spastik hallar və bunun da yanında aşağı təzyiqə bağlı olan ürək bulanmaları özünü göstərə bilər. Ona görə də səbəblər mütləq araşdırılmalı və bundan sonra müalicə başlanması lazımdır. Təbii hallarda ürək bulanmanın yaranması çox vaxt hamiləliyə bağlı ola bilir. Hamiləlik toksikozu hallarına da bağlı ola bilir və ona görə ürək bulanma ilə əlaqədar hər hansı bir dərman maddəsini qəbul etməmişdən qabaq mütləq diaqnoz təyin olunmalı və heç bir əks göstəriş yoxdursa, diaqnoza uyğun olaraq dərman müalicəsi başlanılmalıdır. Bəzən qan azlığı zamanı da pasiyentlərdə ürək bulanma, ət qidalara qarşı ikrah hissinin yaranması müşahidə oluna bilir və bu da bizim baxacağımız müayinələr arasında öz yerini tapması lazımdır. Diqqətinizə görə təşəkkür edirəm və sonda bu videonu bəyənmənizi və paylaşmanızı xahiş edirəm. Özünüzdən müğayət olun. Sağ olun.